Sadıq, çoxyönlü zəka nəzəriyyəsinə dərs 23-dür. Howard Gardnerin nəzəriyyəsidir. Bu pedaqogikadan birinci dərsimizdir, pedaqogika hissəsində. Görək pedaqogika hissəsində nə öyrənəcəyik? Ümumiyyətlə pedaqogika hissəsində öyrəndiyimiz nəzəriyyələr bir neçəsi var. Yəni hardasa 8-9 dənə nəzəriyyə öyrənəcəyik. Biri də əlavə olundu təzə nəzəriyyədə. O da kitab çıxanda öyrənəcəyik. Və bunlardan biri də Howard Gardnerin nəzəriyyəsidir. Bizim nəzəriyyələri öyrənməmizə əsas məqsəd o demək deyil ki, biz bunu dərsin içərisində tətbiq eləyəcəyik. Yox. Sadəcə olaraq nəzəriyyələri öyrənməmizə məqsədimiz şagirdlər haqqında bütün xüsusiyyətləri bilməyimizdir. Şagirdlərin hansı intellekt növünə malik olmağını və yaxud da hansı xüsusiyyətlərə malik olmağını, hansı yaş dövründə hansı belə deyək də bilikləri onlara ötürməliyik, bunu bilməliyik və müəllim olaraq bunu bilmək də bizə vacibdir. Deməli Howard Gardner deyir ki, biz təhsildə hər kəsin individuallığını, yəni fərqliyini nəzərə almalıyıq və fərqliyini nəzərə alaraq onlara nəyisə öyrətməliyik. Hamıya eyni şəkildə yanaşmaq olmaz. Bir sinifdə hamıya eyni formada yanaşıb nəyisə onlara öyrədə bilməzsən. Çünki onların hamısı eyni deyil. İnsanların hər biri fərqlidir. Hər biri bir fərqli xüsusiyyətə malikdir. Öyrənmələrinə görə də insanların hər biri fərqli xüsusiyyətlərə malik olur. Düzdür, eyni oxşar xüsusiyyətlərə malik olan insanlar da var, öyrənmə xüsusiyyətlərinə görə, amma hamısı da eyni xüsusiyyətə malik olmur da. Yəni fərqli xüsusiyyətlərə malik insanlar olur və buna görə də zəkanı bir neçə növə ayırır Howard Gardner. Howard Gardnerə görə zəka 8, bəzi mənbələrə görə isə 9 növə ayrılır. Bəs Howard Gardner zəkanın bir neçə növə ayrıldığını, yəni bu növlərə ayrıldığını hardan belə deyək düşünüb, hardan ortalığa çıxardıb? Howard Gardnerdən əvvəl Alfred Binetdən istəyirlər ki, sən ibtidai məktəblərdə hansı uşaqlar ki, imtahandan kəsilmək riski var, o həmin şagirdləri müəyyənləşdir və onları qiymətləndirmək üçün bir meyar çıxart və bununla da başlayır intellekt testləri meydana gəlməyə. İntellekt testləri, yəni IQ testləri ortalığa çıxır və IQ testlərini ortalığa çıxdıqdan sonra müəyyən yanaşmalara görə düşünürlər ki, IQ testləri intellekti əmsallaşdırır, düzdür, amma bu intellekti həm də məhdudlaşdırır. Yəni bir insanın intellektini yalnızca IQ testlərindən istifadə edərək ölçmək düzgün deyil. Yəni bu yanaşmanın da tərəfdarları olur. Bəziləri deyir ki, yox, IQ testlərindən istifadə etmək düzgün yanaşmadır. Bəziləri isə IQ testlərindən istifadəni düzgün yanaşma olmayaraq görür və bu yanaşmanı düzgün görməyənlərdən biri də Gardnerdir. Gardner düşünür ki, insanları məhdudlaşdırmaq olmaz. Yəni onların intellektini məhdudlaşdırmaq, çərçivəyə salmaq olmaz. Çünki onlar bir neçə müxtəlif intellekt növünə malikdir və onların bütün öyrəndikləri də onlara eyni öyrədilir deyə hamısı yaddaşda qala bilməz. Ona görə də müxtəlif öyrənmə strategiyalarından istifadə edərək şagirdlərə nəyisə öyrətmək lazımdır. Çünki şagirdlərin hər biri müxtəlifdir. Və bu müxtəliflik yanaşmasından da ortaya çıxaraq dediyimiz kimi 8 dənə intellekt növü müəyyənləşdirir. İndi biz bu 8 dənə intellekt növlərinin hər birini aydınlaşdıracağıq ki, hansılardır. Burada illər, şəxslərin adları o qədər vacib deyil. Sadəcə olaraq Gardner və çoxnövlü intellekt nəzəriyyəsi, belə deyək də, bu terminləri bilsəz bəs eləyir. Yəni qarışdırmamağınız üçün digər nəzəriyyələrlə, bundan sonra keçəcəyimiz digər nəzəriyyələrlə qarışdırmamaq üçün bunları bilməyiniz bəs eləyir. Yoxsa illəri falan əzbərləmək və yaxud da digər şəxslərin adını əzbərləməyə ehtiyac yoxdur. Belə, bu giriş hissə idi Gardnerin dediklərindən bağlı. Gələk indi intellekt nəzəriyyələr, intellekt növlərinin hər birinin də ayrıcana baxaq görək hansılardır, nə var, xüsusiyyətləri nələrdir. Siz dərsi kitabdan da oxuyasınız, buradan da oxuyasınız, PDF-i də atacağam, PDF-dən də oxuyasınız. Sadəcə olaraq kitabdan oxumaq ona görədir ki, orada məlumat daha çoxdur və belə deyək də daha dərindir. Mən PDF-ləri hazırlayanda çalışdığım qədər qısa və lakonik hazırlamağa çalışıram ki, yəni belə deyək də bir dəfə mövzunu oxuyub dərk eləyəndən sonra və kitabdan oxuyandan sonra ikinci səfər kitabdan oxumağa ehtiyac qalmasın. Yəni PDF-dən nəyə tez baxasan, göz yaddaşından yadına salasan və belə deyək də testləri işləməyə çalışasan. Yəni PDF-i çox belə deyək də böyük düzəltməyin tərəfdarı ona görə də deyiləm. Gəldik indi intellekt növlərinə. Görək adam neçə dənə intellekt növü ayırıbdır və deyib ki, insanlar neçə dənə intellekt növünə malikdirlər. Və bir dənə də şey deyim ki, burada intellekt növlərində hər bir insan yalnızca bir intellekt növünə malik deyil. Bir insanda bir neçə intellekt növünün belə deyək də xüsusiyyətlərini biz görə bilərik. O demək deyil ki, bir insan yalnızca verbal lingvistik intellektə malikdir və yaxud da ki, naturalist intellektə malikdir. Bu o demək deyil. Bir insanda bir neçə intellekt növünün kombinə olmuş versiyasını biz görə bilərik. İlk olaraq baxırıq verbal lingvistik intellektin nə olmağına. Baxın, verbal lingvistik intellekt şifahi sözlərdən və yazılı belə deyək də ifadələrdən düzgün istifadə etməyə bacarıqlıdır. Bir insan dilindən düzgün istifadə etməyə bacarırsa, dilin fonetikasından, sintaksisindən,
semantikasından və yaxud da ki, dil qaydalarından və yaxud da ki, digər bir insanları inandırmaq üçün dil bacarıqlarından, informasiya verməkdən, sözlərlə düşünmək bacarığından istifadə edirsə və dilin özü haqqında danışmaq bacarığına malikdirsə və yaxud da ki, dili anlama qabiliyyəti varsa bu insanın, hər hansısa məlumatları şifahi formada, yazılı formada, belə deyək də, əsaslandıra bilirsə, həmin şifahi yazılı məlumatları başqalarına ötürə bilirsə, şifahi yazılı məlumatları dərk eləyə bilirsə, bu adam verbal lingvistik intellektə malikdir. Yəni bu adam daha çox sözlərlə düşünən insandır, sözlərlə danışmağı sevir, yəni ünsiyyət qurmağı sevir, müzakirə eləməyi sevir. Daha çox dil qabiliyyətinə malikdir. Dilçi insanlar var, bəzən görürsən ki, bu adam həqiqətən də çox səlis, sərras, nitqində çox aydın formada danışa bilir və bu insanlar verbal lingvistik intellektə malik olan insanlardır. Və bu insanlar danışarkən düşünürlər, danışarkən düşünməyi sevirlər. Bu qısa belə deyək də verbal lingvistiklə bağlı izah. İndi gələk xüsusiyyətlərinə. Xüsusiyyətləri nələrdir bəs? Verbal lingvistik intellektə malik olan insanlar yeni sözləri yaddaşda yaxşı saxlaya bilirlər. Yeni sözlərdən daha yaxşı istifadə edə bilirlər. Bu həm öz dilində ola bilər, həm başqa dillərdə ola bilər. Sonra bu insanlar hekayələr danışmağı sevirlər, hekayələri dinləməyi sevirlər. Sonra oxuduqlarını və eşitdiklərini tez anlayırlar, tez yadda saxlaya bilirlər. Qrammatikadan, orfoqrafiya və üslub qaydalarına diqqət yetirirlər. Yəni qrammatikadan düzgün formada istifadə etmək qabiliyyətləri olur bu insanların. Yazılı ifadə və ess yazmaqda bacarıqlıdırlar. Yəni ess yaza bilirlər. Hər hansı bir mövzu verirsən, insan rahat formada ess yaza bilir bu insan. Çünki sözlər bu insanda çox boldur və sözlərdən belə deyək də bir mövzu haqqında dastan yaza bilir. Yəni nə mənada? Lore dildə deyirəm bunu. Dastan o mənada ki, yəni çox şey yaza bilir bir mövzu veriləndə ona. Sonra adam müzakirələrdə və debatlarda iştirak etməyi sevir. Çünki burada sözlərlə özünü ifadə etmək qabiliyyəti var. Sonra metaforalardan və bənzətmələrdən istifadə etməyi sevir. Yəni bənzətmələr belə deyək də, ən çox ədəbiyyatda istifadə olunur, metaforalardan ən çox ədəbiyyatda istifadə olunur və bu adam metaforalardan və bənzətmələrdən daha yaxşı istifadə etməyi bacarır. Yəni leksikonda belə deyək, atalar sözlərindən çox istifadə eləyir və yaxud da ki, məsəllərdən çox istifadə eləyir. Belə deyək və yaxud da ki, hər hansısa bir əsərləri çox oxumağı sevdiyinə görə hər hansısa bir əsərlərdən tez-tez sitatlar gətirməyi bacarır. Bax, bu insanlar verbal düşünən insanlardır, verbal zəkaya malik olan insanlardır, verbal lingvistik zəkaya malik olan insanlardır. Zəka və yaxud da intellekt eyni şeydir burada, yəni söz olaraq eyni mənaya gəlir. Bu belə. Bu da ki, verbal lingvistik intellektə malik olan insanın xüsusiyyətləri. Bu insanlar çox danışır, dediyimiz kimi anlama qabiliyyətləri yaxşıdır, həm şifahi dildə deyilənləri, həm də yazılı dildə deyilən məlumatlar. Belə. Bəs yaxşı, burada öyrətmə strategiyaları var. Bu nədir? Siz öyrətmə strategiyalarını həm kitabda görəsiniz. Burada sadəcə olaraq mən adlarını yazmışam. Kitabda uzun-uzadıdır və burada hər bir öyrətmə strategiyası haqqında uzun-uzadı danışmaq istəmirəm. Ona görə ki, bu öyrətmə strategiyalarından danışsam, dərs çox uzanır. 1 saat hətta danışa bilərik bu dərslə bundan bağlı. Hər öyrətmə strategiyasını sizə açıqlamasını versəm. Ona görə kitabdan oxuyasınız. Bunu mən sadəcə olaraq qısa formada adlarını deyəcəm. Çünki bu öyrətmə strategiyaları belə deyək də, izah formasında imtahanda da görməyəsiniz, sual olaraq da görməyəsiniz. Sadəcə olaraq bunların başlıq hissələrini belə deyək də, görüb mənasını anlamağınız sizə sualları yazmaqda kifayət eləyəcək. Öyrətmə strategiyalarından gündəliyin tutulması verbal lingvistikaya aid. Nə deməkdir? Bir insan öz gündəlik istifadə nə eləyirsə, səhərdən axşama kimi bir gündəlik tutur və orada yazır. Yəni burada nə var? Yazılı belə deyək də, məlumatlar var, yazmaq var. Adam verbal lingvistikə malikdir ki, gündəlik istifadə, gündəlik səhərdən axşama qədər nə etdiyini yazır, gündəlik tutur. Sonra hekayə xəritəsi. Hər hansısa bir mövzu ilə bağlı, deyək ki, əsərlə bağlı bir hekayə xəritəsi düzəldilir və orada mövzunun giriş hissəsindən son hissəsinə qədər mövzu necə davam edirsə, şagird onunla bağlı bir hekayə xəritəsi düzəldir. Yəni mövzunu belə deyək, xəritəyə çevirir. Bu da verbal lingvistik intellektə aid olan bir strategiyadır. Balıq ovu nədir? Balıq ovu deyək ki, müəllim balıq formasında fiqurlar düzəldir, bir akvariuma salır və orada mövzular yazır. Şagird həmin balıq üzərində yazılan mövzunu, belə deyək, akvariumdan mövzunu çəkdikdə, balıq üzərində yazılan mövzunu başlayır danışmağa. Bu da şagirdin danışıq qabiliyyətini inkişaf elətdirmək üçün lazım olan strategiyalardır. Yəni burada verilən strategiyalar ümumilikdə həmən intellekti inkişaf elətdirmək üçün müəllimin istifadə etdiyi strategiyalardır. Ki, müəllim sinifdə bu strategiyaları istifadə eləyərək şagirdlərdə həmin intellekti inkişaf elətdirə bilər. Bu da verbal lingvistikaya aid olan strategiya.
Gəldik ikinciyə. Məntiqi riyazi intellekt. Məntiqi riyazi intellekt nədir? Məntiqi riyazi intellekt riyazi bacarıqlardan düzgün istifadə etməklə bağlı olan bir intellektdir. Bu insanlar çox yaxşı məntiq qabiliyyətləri olur. Abstrakt düşünə bilirlər, yəni mücərrəd düşünə bilirlər. Problemi yaxşı həll etməyə bacarırlar. Analiz qabiliyyətləri çox yüksək olur. Yəni məsələləri çox yaxşı təhlil etməyə bacarırlar. Bir məsələnin səbəbinin və nəticəsinin arasındakı əlaqəni qura bilirlər. Sonra hər hansı bir digər abstraksiyalar, yəni mücərrəd anlayışlara qarşı həssas yanaşırlar. Yəni mücərrəd anlayışlara qarşı həssasdırlar, məntiq qabiliyyətləri var, riyazi qabiliyyətləri üstündür, problemi həll edə bilir, təhlil edə bilir, analiz edə bilirsə, üzr istəyirəm, nəyisə təsnif edə bilirsə, qruplaşdırırsa, ümumiləşdirməyə bacarırsa və hesablamalardan düzgün istifadə etməyə bacarırsa, bu insan məntiqi riyazi intellektə malik olan insanlardır. Mən bunları dedikcə çalışın öz məktəb həyatınızı yadınıza salın və yaxud da universitet həyatınızı yadınıza salın ki, yəni mənim sinif yoldaşım belə öyrənə bilirdi, qrup yoldaşım belə öyrənə bilirdi. Yəni bunları yadınıza saldıqca öz həyatınızdan belə deyək də, gözünüzün qabağına nələrsə gətirdikcə öyrənməniz daha yaxşılaşacaq. Düzdür, sinif mühitinə girib əgər sinifdə işləyirsinizsə, bir müəllim kimi sertifikasiya hazırlaşırsınızsa, siz sinif mühitində onsuz da bunları görürsünüz. Belə deyək də, bu sizin üçün daha rahatdır. Amma hələ ki müəllim olmayan və müəllimliyə hazırlaşmaq istəyənlər isə köhnə günlərini yadına sala bilər. Dediyim kimi öz sinif mühitini və yaxud da hazırlıq mühitini və yaxud da ki universitet mühitini yadına salaraq görə bilər ki, hə, bax müəllimin dediyi burada mənim filan qrup yoldaşım vardı, o məntiqi riyazi intellektə malik idi. Çünki onun analiz qabiliyyəti çox yaxşı idi, problem həll etmə qabiliyyəti çox yaxşı idi. Məsələn, biri çox yaxşı ünsiyyət qurmağı bacarırdı, məsələn, digər insanlarla. Bu şəxslər arası intellektə malikdir. Biri çox yaxşı mövzu ilə bağlı çox ətraflı danışa bilirdi. Bu verbal lingvistikaya aiddir. Məsələn, bunları özünüz yadınıza saldıqca, daha yaxşı dərk eləməyiniz olur. Dərsi daha yaxşı dərk eləyə bilirsiniz. Məntiqi riyazi izahınla bağlı dediyimizsə, indi gələk xüsusiyyətlərinə. Məntiqi riyazi intellektin xüsusiyyətləri nələrdir bəs? Və dediyimiz kimi, bir insan müşahidə və analiz qabiliyyəti yüksək olur. Sonra məntiqi düşünməyə bacarır, problemlərin səbəblərini tapmağa bacarır. Sonra rəqəmlərlə işləməkdən, statistik məlumatlarla işləməkdən, onları araşdırmaqdan, statistik məlumatlarla bağlı hər hansısa bir iş görməkdən zövq alır bu adam. Sonra bu adam planlaşdırma qabiliyyətləri yüksək olur, planlaşdırma bacarığı olur. Öz işi ilə bağlı məsələləri planlaşdırmaq və yaxud da ki, gündəlik olaraq hər hansı bir görəcəyi işi əvvəlki günlərdən planlaşdırmaq, özünə bir strategiya qurmaq hər hansı bir məsələ ilə bağlı. Sonra riyazi məsələlərlə maraqlanır, abstrakt düşünür, dediyimiz kimi mücərrəd düşünür, nəzəriyyələrlə işləməyi bu insana daha maraqlı gəlir. Bu insanlar məntiqi riyazi intellektə malik olan insanlardır. Yaxşı, bəs müəllim məntiqi riyazi intellektə malik olan şagirdi inkişaf elətdirmək üçün və yaxud da şagirdləri məntiqi riyazi intellekti bacarığını, belə deyək də, intellekt növünü inkişaf elətdirmək üçün digər şagirdlərdə də nə etməlidir? Müəllim Sokrat dialoqu üsulundan və təsnif etmə və kateqoriyalara ayırma strategiyasından istifadə etməlidir. Təsnif etmə kateqoriyalara ayırma nədir? Nəyisə təsnifləşdirmək. Nəyinsə, məsəl üçün deyək ki, sifətin belə deyək də, bir neçə dərəcəsi var. Yəni sözlər verirsən və deyirsən ki, bunu sifətin dərəcələrinə uyğun böl. Yəni təsnifləşdirmə budur. Kateqoriyalara ayırmaq, nəyisə bölmək. Nəyisə verirsən və öyrətmə strategiyaları olaraq şagird nəyisə təsnifləşdirir, nəyisə kateqoriyalara ayırır. Kateqoriyalara ayıra bilən, təsnifləşdirməyə bacaran. Sokrat dialoqu nədir? Sokrat dialoqu müəllim şagirdə hər hansısa bir mövzu ilə bağlı sual verir, şagird ona cavab verir və müəllim ona yenidən bir sual verir. Bu zaman şagird verilənləri əsaslandırmalıdır. Yəni məntiqli cavablar verməlidir. Şagirdin cavabları məntiqli olmalıdır. Yəni Sokrat dialoqu üsulu da öyrətmə strategiyası istifadə oluna bilər və bu öyrətmə strategiyası da məntiqi riyazi intellekti inkişaf elətdirir. Yəni burada çoxlu saylı strategiyalar demək olar. Riyazi bacarıqlarla bağlı strategiyalar demək olar. İnformatika belə deyək, fənni ilə bağlı çox saylı belə deyək də, nümunələr gətirə bilərik buna. Məsələn, alqoritmlərlə bağlı nəyisə verilirsə şagirdlərə işləməyə, bu şagirdlərin məntiqi riyazi intellektini inkişaf elətdirə bilər. İnformatika ilə bağlı çox şey, riyaziyyatla bağlı demək olar hər şey məntiqi riyazi intellektə malik olan şagirdləri inkişaf elətdirə bilər. Yəni məntiqi riyazi intellektlərini inkişaf elətdirə bilər. Bu da məntiqi riyazi ilə bağlı. Görürsüz, hər birinin qarşısında belə şəkil var. Şəkil belə deyək, verilən mövzunun adına uyğundur. Gələk üçüncüyə. Üçüncü hansıdır bəs? Üçüncü musiqi ritmli intellektdir. Yəni bu intellekt növünə malik olan insanlar musiqi ilə öyrənməyi sevirlər. Musiqini xoşlayırlar. Musiqi ilə belə deyək də yaşayırlar, belə deyək, həyatlarını.
Burada izahında nə yazılıb? Deyir, musiqi formalarını insan dərk eləyə bilir, fərqləndirə bilir və bundan əlavə olaraq intellektdə ritm, registr, melodiya, ton, tembr kimi belə deyək də, şeylərə həssaslıqla yanaşır. Bu insanlar musiqiyə çox maraq göstərirlər. Yəni həyatlarının ortasında musiqi dayanır belə deyək. Hər bir işi musiqi ilə görməyi sevirlər. Bu insanlara aid xüsusiyyətlər hansılardır bəs? Bu insanlara aid xüsusiyyətlər odur ki, bunlar musiqi alətlərini tez öyrənə bilirlər. Məsələn, kiminsə bacarığı var, amma hər hansı bir musiqi məktəbinə getməyib də, bu adam tez formada gitara çalmağı bacarır və yaxud da piano ilə ifa eləməyi bacarır. Yəni bu insan musiqi duyumu çox güclü olduğuna görə də bu musiqi alətlərindən daha yaxşı istifadə eləməyə bacarır, öyrənə bilir. Sonra bu insanlar düşünəndə ritmlə düşünürlər. Məsəl üçün deyək ki, nəyisə fikirləşir, əli ilə nəyisə ritm eləyir. Stola vurur, ritm çalır və yaxud da ki, melodiya özündə zümzümə eləyərək nəyisə düşünür. Sonra hər hansısa bir səslərdəki fərqləri ayırd eləməyə bacarır. Musiqi dinləyərkən emosional reaksiyalar verir. Emosional olaraq çox belə deyək, düşünür, özünə emosional bir belə deyək də hisslər yaşayır özündə. Sonra musiqi öyrəndiklərini musiqi ilə əlaqələndirir. Məsələn, nəyisə yadında saxlayanda hər hansı bir məlumat oxuyur, bunu musiqi ilə yadda saxlayır. Hər hansı bir musiqidəki sözlə yadına saxlayır və yaxud da ki, musiqini oxuyanın şəxsin adını yadına saxlayır. Yəni ümumilikdə öyrəndiyini musiqi ilə əlaqələndirir. Lütfən. Öyrəndiyini musiqi ilə əlaqələndirir. Bu insanlar olur musiqi ritmli intellektə malik olan insanlar. Sonra bu intellekti şagirdlərdə inkişaf elətdirmək üçün strategiyalar var. Hansı strategiyalardır? Ritm, mahnı, rep strategiyasıdır. Yəni dərsdə müəllim ritmdən, mahnıdan və repdən istifadə edib dərsi qurmasıdır. Sonra kontekst musiqisidir. Replə öyrəndi. Üzr istəyirəm. Qafiyəli sözlərdir. Bu kimi strategiyalardan da istifadə edərək musiqi ritmli intellekti inkişaf elətdirmək olar. Bu da belə. Musiqi ritmli intellektlə bağlı. Mən düzdür belə çox danışıram, amma əslində çox deyil. Mənə qalsa mən bu mövzuları çox qısa 2-3 sözlə izah eləyərəm. Yəni izah elədiyim elə adamlar da var. Amma sadəcə dərsi belə ətraflı formada danışmağa çalışıram ki, yəni bir insan deyək ki, hər hansı bir sözdən tuta bilmirsə mövzunu, digər bir cümlədən bəlkə onu anladı. Ona görə çalışdığım qədər biraz ətraflı danışıram, biraz da uzun olur. Gəldik 4-cüyə. Məkan vizual intellekt nədir? Məkan vizual intellekt hər hansısa bir verilmiş vizual olaraq məlumatları dərk eləməkdir, qavramaqdır, anlamaqdır bir sözlə. Və bunu bacaran insanlar da memarlar olur, rəssamlar olur, internet dizaynerlər olur ki, bu qabiliyyətə daha çox malik olurlar həmən insanlar. Bu insanlar xəritələri, qrafikləri, sxemləri, sonra obyektlərin yerləşməyini çox yaxşı, belə deyək də, təhlil edə bilirlər, təxəyyül edə bilirlər, düşünə bilirlər. Məsələn, deyək ki, hər hansı bir binadır, evdir, evin çerkojunu öz beyinlərində sıraz canlandıra bilirlər. Ona deyirsən ki, ev 3 otaqlıdır, buradan koridordur, buradan mətbəxdir və o insan onu tez beynində canlandıra bilir. Yəni, bunu canlandıra bilən insan məkan vizual intellektə malik olan insanlardır. Çünki onlar beyinlərində düşünəndə sırazı beyinlərində bir şəkil, eskiz, sxem formalaşır və bu insanlar da məkan vizual intellektə malik olan insanlardır. Bəs yaxşı, bunun xüsusiyyətləri nələrdir? Bu intellekt növünə malik olan insanlar xəritələri, diaqramları çox asan formada başa düşürlər, yadda saxlaya bilirlər. Şəkillərlə öyrənməyə meyilli olurlar. Məsələn, adam nəyəsə baxanda deyir ki, yox, bunun mütləq şəklini görüm, elə öyrənim, yoxsa öyrənə bilmirəm. Adamların göz yaddaşı çox güclü olur. Yəni məkan vizual intellektə malik olanlar gözlə nəyisə görürlərsə, o ömür boyu yadlarında qalır. Məsələn, insan var ki, deyək ki, harasa gedir, bir yolu gedir. O yol yadında qalmır. Amma insan var ki, yolu gedir, 1 ildən sonra, 2 ildən sonra qayıdıb həmin yolu gedəndə, yəni heç kimdən soruşmur. Yəni yolu ağlına gətirir ki, mən filan vaxtda bu yolu getmişdim və yenidən ağlına gətirərək həmin yolu heç kimdən soruşmadan davam edib gedə bilir sonuna qədər. Bu insanın vizual yaddaşı çox güclüdür. Yəni məkan vizual intellektə malikdir. Öz beynində getdiyi yolu hətta belə canlandıra bilir. Sonra rənglərə və formalara qarşı bu insan həssasdır. Əl işlərini, memarlıq, dizayn kimi sahələrə bu insan maraq göstərir. Hansı ki, onlar məkan vizual intellektə malikdirlər. İndi yaxşı, bəs məkan vizual intellekti şagirdlərdə necə formalaşdıra bilərik? Vizualizasiyadan istifadə edərək, rənglər strategiyasından istifadə edərək, ideya eskizindən istifadə edərək, qrafik simvollar strategiyasından istifadə edərək biz məkan vizual intellekti şagirdlərdə müəllim olaraq formalaşdıra bilərik. Bunlar haqqında dediyim kimi çox danışmaq istəmirəm, çünki belə deyək də,
sırf sual olaraq düşmür. Sadəcə olaraq biz məntiqi olaraq bilmək lazım ki, vizualizasiya görüntü ilə bağlıdır, məkan vizuala aiddir. Rənglər görüntüdür. Bu görünüş varsa, burada görmək varsa, bu məkan vizuala aiddir. İdeya eskizi, bir eskiz var, sxem var, cədvəl varsa, bu məkan vizual intellektə aiddir. Qrafik simvollar, burada da simvollar var, qrafiklər var. Bu da məkan vizual intellektə aiddir. Çünki mən baxdığınızda dərsimiz dediyim kimi çox uzun gedir. Ona görə bunları kitabdan oxuyasınız. Sadəcə olaraq strategiyaların adını isə buraya yazmışam ki, biləsiniz ki, hansı intellektə aid olan strategiyalardır. Belə. Bu da 4-cü. Keçək 5-ciyə. 5-ci naturalist intellekti. Naturalist intellektə malik olan insanlar deyir, flora, bitki və yaxud da fauna, yəni heyvanların hər birini, nümunələrini tanıyırlar, yəni hər növünü tanıyırlar, belə deyək. Onları təsnifləşdirməyə bacarırlar. Sonra təbiətdə baş verən hadisələrə qarşı həssasdırlar. Təbii obyektləri, təbii hadisələri müşahidə eləmək, onları ayırd eləmək, onlara belə deyək də, aid olan xüsusiyyətləri ayırd eləməyə bacarırlar. Təbii hadisələri təsnifləşdirməyə bacarırlar, yəni qruplaşdırmağı bacarırlar. Təbiətdə baş verən hər hansı bir fəaliyyətə və yaxud da hər hansı bir hadisəyə qarşı çox həssas olurlar. Onlar təbiətdə gəzməkdən zövq alırlar. Canlılarla belə deyək də, hər hansı bir canlı heyvanlarla və yaxud da ki, bitkilərlə oynamağı sevirlər. Belə insan var ki, heyvanlara ümumiyyətlə belə deyək, yaxın getmək istəmir. İnsan var ki, heyvanları çox sevir və heyvanlarla belə deyək, daha çox vaxt keçirilir. Və yaxud da təbiətdə daha çox vaxt keçirilir. Yəni təbiətdə o insan nəyisə daha yaxşı düşünə bilir, təbiətdə çox rahat ola bilir, özünü yaxşı ifadə edə bilir. Ətraf mühitdə oturanda daim sıxılır, deyir ki, məsələn, parkda oturmağı daha çox sevir. Təbiətdə olan nələrlənsə, bitkilərlə, heyvanlarla məşğul olmaq, ağac əkmək məsələn və yaxud da ki, otluqda məsəl üçün ayaqyalın yeriməyi sevir. Bu kimi insanlar naturalist intellektə malik olan insanlardır ki, təbiətdə olmağı sevirlər. Sonra naturalist intellektə malik olan insanların xüsusiyyətləri nələrdir bəs? Bu insanların xüsusiyyəti odur ki, dediyim kimi, bitkilər və heyvanları, onlara aid olan və ümumiyyətlə təbiət hadisələrini, təbiət mənzərələrində onlardan maraq oyadır həmişə. Ətrafdakı təbiətdə olan dəyişiklikləri tez hiss eləməyə bacarırlar. Bitki heyvan növlərini fərqləndirməyə bacarırlar. Bitkilərin növlərini, heyvanların növlərini. Təbiətdə daim olaraq gəzməyi sevirlər. Heyvanlara qulluq eləməyi sevirlər. Ekoloji problemləri, ondan sonra heyvan hüquqlarını və təbii sərvətlərin qorunması ilə bağlı həmişə məsuliyyətlidirlər. Ətrafı çirkləndirən, məsəl üçün, kimsə görəndə bu insanların acığı tutur ki, niyə ətrafı çirkləndirirsən, niyə ətrafı zibiləyirsən? Sonra canlılara qarşı dediyim kimi çox həssas yanaşırlar. Onlara qarşı sevgi ilə yanaşırlar. Bu intellekti biz inkişaf elətdirmək üçün bəs müəllim olaraq nə etməliyik? Təbiətdə gəzintilər təşkil etməliyik. Pəncərə strategiyasından istifadə edə bilərik. Məsələn, şagirdlərə düşündürə bilərik. Pəncərədən kənarda deyək ki, ətraf mühiti seyr eləyirlər. Şagird məsələn dərsə qulaq asan zaman, məsələn deyək ki, ətrafa baxır, pəncərədən kənara baxır. Bu demək deyil ki, şagird oxumur, dərsə qulaq asmır. Bu demək ki, şagird sənə qulaq asasa, məsələn, təbiətdə nəyisə təsəvvür edir və öyrəndiklərini təbiətlə deyək ki, əlaqələndirir. Sonra bitkilərdən öyrənmə vasitəsi kimi istifadə eləmək olar. Bu strategiyaların üzrə aid nəyə? Aid naturalist intellektə. Yəni müəllim bu strategiyalardan istifadə edib naturalist intellekti inkişaf elətdirə bilər. Gəldik 6-cıya. 6-cı bədən kinestetik intellekti. Bədən kinestetik intellekt nədir? Burada fikirlərini və yaxud da hisslərini bir insanın bədən üzvlərindən istifadə eləyərək, hərəkətlərindən istifadə eləyərək onları çatdırmaqdır, onları belə deyək, dərk eləməkdir. Məsələn, bu intellekt növündə deyir, koordinasiya, balans, çeviklik və sürət kimi fiziki bacarıqlar əhatə eləyir. Məsələn, bu insanlar daha çox aktiv insanlardır, bir yerdə durmurlar və daha çox hərəkət eləməyi sevirlər. Məsələn, idmançıların çoxsunda bu bədən kinestetik intellekt yüksək olur ki, onlar peşəkar idmançıya çevrilə bilirlər. Hansı ki, idmançıda bədən kinestetik intellekti zəifdirsə, o idmanı sona qədər davam elətdirə bilmir. Yəni, peşəkar səviyyəyə çatdıra bilmir. Çünki o insanın bədəninlə beyni koordinasiyalı formada işləmir. Əgər bədənin və beynin koordinasiyalı formada işləmirsə, bu bədən kinestetik intellektin zəif olduğunu göstəricisidir. Amma hansı ki, insanlarda çox peşəkar güclü idmançıdırlar, bu insanların bədən kinestetik intellektinin çox üstün olduğunu göstərir. Məsələn, məşhur deyək ki, hansısa bir futbolçu, peşəkar karateçi və yaxud da güləşçi, bunlarda bədən kinestetik intellekt çox yüksək formada inkişaf edir və onlar bədənlərini belə deyək, daha yaxşı idarə eləməyə bacarırlar. Məsələn, gimnastlarda da bu ola bilər, futbolçularda ola bilər, voleybolçularda ola bilər. Fərqi yoxdur. İstənilən belə deyək, idman növündən
istifadə edən insanlarda bədən kinestetik intellekt növü daha çox inkişaf edir. Bu o demək deyil ha, insanların peşəkar idmançı olmayanlarda bədən kinestetik intellekt növü yoxdur. Xeyr, hamımızda var. Sadəcə olaraq bunun inkişafın belə deyək də səviyyəsindən asılı olaraqdır. Yəni dediyim kimi peşəkarlarda bu daha çox inkişaf elədiyi üçün ona görə onları misal çəkdik. Sonra bədən kinestetik intellektin xüsusiyyətləri nədir bəs? Bu insanlar hərəkət eləyərək işləməyə sevinirlər. Nəyisə öyrənəndə onlara toxunaraq öyrənməyə sevirlər daha doğrusu. Bədən dili ilə özlərini ifadə eləməyə bacarırlar. Yəni hərəkətlərlə özlərini ifadə eləməyə bacarırlar. Jestlərdən, mimikalardan, fiziki hərəkətlərdən çox yaxşı istifadə eləməyə bacarırlar. Sonra fiziki fəaliyyətlər zamanı öyrənmələri daha aktiv olur. Yəni bu insanlar fiziki hərəkətlər eləyən zaman daha yaxşı öyrənməyə bacarırlar. Ona görə də fiziki hərəkətləri də həmişə daha mükəmməl formada yerinə yetirə bilirlər. Sonra, məsələn, deyək ki, sinifdə rollu oyun aparılır. Hər hansı bir şagird aktyorluq eləmək istəyir. Məsəl üçün də deyək ki, hər hansı bir rolu ifa eləmək istəyir. Bu insanın bədən kinestetik intellektinin üstün olduğunu göstərir. Məsələn, deyək ki, şagirddir, sinifdə hər hansı bir mövzu zamanı o mövzu səhnələşdirilən zaman uşaq çox yaxşı aktyorluq qabiliyyətinə malik olaraq rolu çox yaxşı ifa eləyir. Bu rolu yaxşı ifa eləmək şagirdin bədən kinestetik intellektə malik olduğunu göstərir. Yəni bu intellekt növünə, bu zəka növünə malik olduğunu göstərir ki, uşaq çox yaxşı özünü koordinasiya eləyə bilir və hərəkətlərindən düzgün formada istifadə eləyə bilərək, deyək ki, personajı çox gözəl canlandıra bilir. Bu şagirdin bədən kinestetik intellektə malik olduğunu göstəricidir. Bəs yaxşı, bu intellekti müəllim nədən istifadə edərək şagirdlərdə formalaşdıra bilər? Bədən cavabından, sinif teatrından və bədən xəritəsindən istifadə edərək şagirdlərdə bu intellekti inkişaf elətdirə bilər. Bu da öyrətmə strategiyalarına bağlı. Gəldik son ikisinə, şəxslərarası və fərddaxiliyə. Sonra da qısa bir hissə var, onu da deyəcəm, onu bitirəcəm. Deməli, şəxslərarası intellekt nədir? Şəxslərarası intellekt digər insanlarla bağlı onların hər bir xüsusiyyətlərini, niyyətlərini, motivasiyalarını, əhval-ruhiyyələrini, düşünməklərini, onların digər insanlarla bağlı düşüncələrini belə bilməkdir. Yəni, digər insanları bilməkdir, digər insanlara qarşı empatiya hissi duymaqdır, onlarla ünsiyyətdə olmağa maraqlı olmaqdır, sonra onların nə hiss elədiklərini başa düşməkdir, jestlərinə qarşı həssas olmaqdır, onların ifadələrinə qarşı həssas olmaqdır, onları digər insanları anlamaqdır və onlara reaksiyalar verməkdir və ümumilikdə onların necə biri olduğunu dərk eləməyimizdir. Yəni, digər insanlarla daha yaxşı ünsiyyəti bacaran insan, məsələn, liderlik qabiliyyəti olan insan, başqa insanlarla çox yaxşı ünsiyyəti bacaran, düşdüyü yeni bir mühitdə tez dostlaşmağı bacaran, özünə belə deyək, kruq yığmağı bacaran, ətraf yığmağı bacaran insanlar şəxslərarası intellektə malik olan insanlardır. Çünki bu insanlar ətrafdakı insanların necə biri olduğunu dərk eləyə bilirlər, qavraya bilirlər, anlaya bilirlər və ona uyğun olaraq da rəftar eləməyi bacarırlar. Yəni, özlərini belə deyək də mühitə uyğunlaşdırmağı çox yaxşı bacarırlar şəxslərarası intellektə malik olan insanlar. Ona görə də bu insanların əksər ətrafında çoxsaylı dostları olur, çoxsaylı çox böyük ətrafları olur şəxslərarası intellektə malik olan insanlar. Bu belə, izahla bağlı olan hissə. Bəs xüsusiyyətləri nələrdir? Başqalarının hisslərini, duyğularını anlamaq, ona uyğun dedik, davranmaqdır. İnsanlarla həm sözlə, həm bədən dilindən yaxşı ünsiyyət qurmaq bacarığının olmağıdır. Yaxşı qrupda işləmək bacarığının olmağıdır. Ortaq hədəflərə çatmağı bacarmaqdır. Sonra digərlərini dinləmək və onların baxışlarına uyğun olaraq nəyisə qəbul eləməkdir. Yəni anlamağımızdır, dəyərləndirməyimizdir. İnsanlar arası münasibətləri yaxşı idarə eləmək bacarığıdır. Hər hansı bir problemləri yaxşı həll eləmək bacarığıdır. Yəni insanlarla bağlı problemləri həll eləməkdən söhbət gedir. İnsanların münasibətlərindəki problemləri həll eləməkdən söhbət gedir. Bundan əlavə dedik ki, liderlik, qrupa təsir, digər insanlara təsir də şəxslərarası intellektə malik olan insana aid olan xüsusiyyətlərdir. Bəs yaxşı, biz şəxslərarası intellekti necə inkişaf elətdirə bilərik? Yoldaşınla paylaş strategiyasından istifadə edib və korporativ qruplardan istifadə edib şəxslərarası intellekti inkişaf elətdirə bilərik. Bu da belə. Şəxslərarası intellektlə bağlı deyəcəklərimiz. Gələk son olaraq fərddaxili, bir də sonda ümumiləşdirəcəm onsuz da bunları. Burada bir dənə şey səhv düşüb onu. Deməli, fərddaxili intellekt nədir? Fərddaxili şəxslərarasının əksidir, tamamilə əksidir. Biz deyirik ki, şəxslərarasında başqaları varsa, fərddaxildə yalnız insanın özü var. Bir insanın başqalarından məlumatlı olmağı, başqalarını düşünməyi, başqalarını başa düşməyi, bu şəxslərarasıdır. Amma insan özündən bağlı məlumatlı olmağı, özünü dərk eləməyi, özünlə bağlı
hər bir şeyi bilməyi, özünün güclü zəif tərəflərini bilməyi, özünün arzusunu bilməyi, özünü qiymətləndirməyə bacarmağı, özünün hansı bacarıqlara malik olduğunu bilməyi, bunların hər biri fərd-daxili intellektə malikdir. Bu insanlar özlərini yaxşı tanıyırlar, bu insanlar heç vaxt tək qalmaqdan çəkinmirlər, həmişə özlərini refleks eləməyə bacarırlar. Refleksiya nədir? Özünü yenidən qiymətləndirmək, özünün işini, prosesi əvvəldən sona qədər dəyərləndirməkdir refleksiya. Bu insanlar özlərini refleks eləməyə bacarırlar, özlərini dərk eləməyə bacarırlar və özləri ilə bağlı məlumatlıdırlar. Bu insanlar kimlərdir? Fərd-daxili intellektə malik olan insanlardır. Sonra fərd-daxilinin xüsusiyyətləri nədir bəs? Bu insanlar deyir, həyatlarını və qərarlarını təhlil eləyirlər özlərinlə bağlı. Sonra öz emosiyalarını dərk eləyə bilirlər, öz hisslərini dərk eləyə bilirlər, özlərini yaxşı idarə eləməyə bacarırlar ətraf mühitdə. Özlərinin konkret məqsədləri olur, qarşılarına məqsəd qoya bilirlər. Qarşılarına hər hansı bir məqsəd qoyanda o məqsədi qiymətləndirməyə bacarırlar. Üzr istəyirəm. Bu tip insanlar deyir, müstəqil öyrənməyə üstünlük verirlər. Yəni tək öyrənməyi xoşlayırlar. Qarşılarına məqsəd qoyurlar və onun uğrunda çalışaraq nəyisə tək öyrənməyi daha çox sevirlər. Sonra güclü zəif tərəflərini dediyimiz kimi qiymətləndirməyi bacarırlar. Hansı ki, bunlar fərd-daxili intellektə malik olan insana aid olan xüsusiyyətlərdir. Bəs yaxşı, bu insana belə deyək də, fərd-daxili intellekti inkişaf elətdirmək üçün hansı strategiyalar var? Məqsəd müəyyən etmə və şəxsi inkişafı izləmə qrafikindən biz istifadə edərək fərd-daxili intellektə malik olan uşaqları daha çox inkişaf elətdirə bilərik və digər insanlarda fərd-daxili intellekti də inkişaf elətdirməyə çalışa bilərik. Bu öyrətmə strategiyalarından da istifadə edərək. Məqsəd müəyyən eləmə və şəxsi inkişafı izləmə. Bu da aid oldu fərd-daxili intellektə aid olan öyrətmə strategiyaları. Bu danışdığımız bütün intellekt növləri haqqında xüsusiyyətləri, öyrətmə strategiyaları və onlara aid olan izahlar. İndi gələk burada verilən cədvələ əzbərləmək lazım deyil, sadəcə olaraq məntiqi olaraq yanaşmağa çalışın ki, burada nə demək istəyir? Deməli, hər bir intellekt növü yazılıb, qarşısında onların necə düşündükləri, nəyi sevdikləri və ehtiyacı olduğu şeylər yazılıb. Bunların hər birini mən sadalamıram, sadəcə olaraq nəyi necə düşünürlər o hissəni sadalayacağam. Və bunu da gələn səfər sizdən çalışdığım qədər xırdaçılığına yox, ümumi olaraq nələrsə soruşmağa çalışdım buradan sual-cavabda. Baxın, indi intellekt növləri necə düşünürlər? Baxın, verbal linguistik intellektə malik olanlar sözlərlə düşünürlər. Yəni, daim olaraq onlarda söz bazası çox olduğu üçün düşündükdə sözlərlə düşünürlər. Məntiqi riyaziçilər mühakimə yürüdürlər. Yəni, hər hansı bir məsələ ilə bağlı mühakimə yürüdürlər, təhlil edirlər, analiz edirlər. Musiqi ritmlər düşünəndə ritmdən və melodiyadan istifadə edirlər. Adam var ki, test işləyəndə qulağına naşik taxır, onunla test işləyir. Bu deməli musiqi ritmli intellektə malik olan insandır. Və dediyim kimi, əvvəldə demişdim, vurğulamışdım, bir də deyirəm. Yəni bir insanda bir intellekt növü yoxdur. Bir neçə intellekt növünü insan özündə kombinləşdirir, belə deyək də, kombinasiya edir. Yəni ondan istifadə edir. Düzdür, hər hansı biri daha yüksək belə deyək, səviyyədə inkişaf edə bilər. Amma bu o demək deyil ki, insanda yalnızca bir neçə intellekt növü və yaxud da bir intellekt növü var. İnsanlarda müxtəlif intellekt növləri var və biri, ikisi digərlərindən daha çox inkişaf edə bilər. Və müəllim olaraq da biz bunları öyrənirik ona görə ki, şagirdlərin hansı intellekt səviyyəsinə malik olduğunu bilək və dərsi onlara uyğun quraq ki, onları daha yaxşı öyrədə bilək. Yəni, daha yaxşı öyrətməyimiz üçün biz bu intellekt növlərini öyrənirik. Yoxsa başqa bir səbəb yoxdur bunları öyrənməyimizdə. Gəldik. Sonra, məkan vizuallar təsvir və şəkillərlə düşünürlər. Sonra, naturalistlər təbiət və təbiət hadisələri vasitəsilə düşünürlər. Təbiətdə daha çox gəzərək düşünürlər. Sonra, bədən kinestetiklər bədən hissiyatı ilə daha çox düşünməyə bacarırlar. Daha yaxşı düşünə bilirlər. Şəxslərarasılar digər şəxslərlə ünsiyyətdə, digər şəxslərlə fikirlərini bölüşdükdə daha yaxşı düşünmə qabiliyyəti onlarda formalaşır. Fərd-daxililər isə özlərinin qarşısına məqsəd qoyanda və yaxud da ki, öz ehtiyaclarını dərk edəndə daha yaxşı düşünmə qabiliyyəti onlarda formalaşır. Belə. Bu da fərd-daxilinə aid olan xüsusiyyətlər. Sonra, gələk son olaraq şagirdin intellektini necə müəyyənləşdirə bilərik? Bununla bağlı hissəyə. Şagird intellektini 5 variantda müəyyənləşdirə bilərik. Hansı ki, şagird davranışının müşahidəsi ilə, şagirdlərin asudə vaxtının təhlili ilə, digər müəllimlərlə söhbət eləməklə, valideynlərlə söhbət eləməklə və şagirdlərin özü ilə söhbət eləməklə də biz bir müəllim olaraq şagirdlərin intellekt növlərini müəyyənləşdirə bilərik. Hər bir haqqında qısa yazmışam, yəni vurğulamaq istəmirəm. Sadəcə olaraq necə müəyyənləşdirə bilərik intellekti, onlarla bağlı başlıq hissəni vurğuladım. Bu da belə. Bu dərsin son hissəsi. Bugünkü dərsin izahı bura qədər.